Rasim Balayev doğrudan da böyük potensialı olan bir aktyor idi. O 23 yaşında oynadığı Nəsimi obrazı ilə bunu sübut eləmişdi. Düzdür, o təkcə təbii ki, Rasim Balayevin xidməti deyildi. İlk növbədə ssenari, İsa Muğannanın ssenarisi idi o filmi möhtəşəmləşdirən, o nəhəngləşdirən. İkinci təbii ki, rejissor Həsən Seyidbəylinin idi, həm də qeyrət göstərərək Rasim Balayev obrazının üstündə dayanması ki, bunu Rasim Balayev oynayacaq. Yəni Sovet vaxtı da, indi də gənclərə bu qədər etimad yoxdur. Həmin obrazın uğurunu demək, ilk növbədə məhz Rasim Balayevin seçilməsi məsələsini ilk növbədə Həsən Seyidbəylinin böyük xidməti kimi biz qiymətləndirməliyik və buna görə hətta Ali Sovetin sədri Qurban Xəlilovla üz-üzə qalıb. Qurban Xəlilov da bildiyiniz kimi Fərhad Xəlilovun atasıdır, bizim Rəssamlar İttifaqının əbədi rəhbəri. Yəni təkcə Yazıçılar Birliyində deyil, orada da əbədi bir rəhbər var, Fərhad müəllim. Onun atası olub və Həsən Seyidbəyliyə çox güclü təzyiq göstərir ki, Rasim Balayevi çəkməsin. O gəncdir, birdən etimadı doğrultmaz, çünki dövlət sifarişi idi Nəsimi filmi. Ancaq Həsən Seyidbəyli bu məsələnin üstündə dayandı, ancaq ona xəbərdarlıq elədilər. Əgər alınmasa cavab deyil, sənsən. Çünki kifayət qədər vəsait yatırılır, dövlətin nəzarətində olan bir məsələdir, hətta ssenari belə sifariş verilib. Ancaq Rasim Balayev həmin rolun öhdəsindən gəldi. Təkcə buna görə onun Azərbaycanın kino tarixində yaşamaq haqqı var. Və sonra Babək obrazı da mənə elə gəlir Azərbaycan düşüncəsində çox ciddi bir rol oynadı. Dədə Qorqud filmin o qədər də mən ciddi kino hadisəsi saymıram. Ancaq orada Rasim Balayevə həvalə olunduğu qədər orada da rolunun öhdəsindən mənə elə gəlir, gələ bildi. Bəzən yazırlar ki, Rasim Balayevlə Azərbaycan kinosu öldü falan, belə söhbət doğrudan da danışmaq olmaz. Heç bir rejissor, bir aktyor, bir nəfər, nə qədər nəhəng olsun, heç bir sənət sahəsini öldürə bilməz. Kino sahəsini biz özümüz öldürmüşük və Rasim Balayev özü də bu qətildən çox böyük əziyyət çəkib.